Görə və bizim aşbazımız neynədir burada? Əslində üzümü salat üçün götürmüşdük, üzüm salat düzəltmək üçün. Esmira çox sağ olsun, üzümün yarısını yeyib və qalanımız bu olub. Bundan düzəltmişik, bax belə üzüm salatını. Üzüm salatından görünüşdə ananas eləmişik. Orada oxşayır ha, ananasına. Bir də yuxarıdan da çəkin, yuxarı yerlərdə görsünlər. Bəh, 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 üzüm salatı. Sən də saçınızın olanda. Öldüm gülməkdən. Buna bax, düşünərim necə biz oldu. Düşünərim necə biz oldu. Bu da ki, bizim, neydi adı? Murşutak. Aycan? Murşutak. 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 Cənubi Azərbaycan mətbəxindəndir. Azərbaycan mətbəxindəndir. Necə? Turşulu toyuq. Bəli, Cənub bölgəsində. Esmira xanım bilir, mən birinci dəfə deyə eşidirəm bu yeməyi. Bilməsəm də yeməklərin adını. Turş toyuq. Adını bilirəm və dadını bilirəm. Tək adını bilməzsiniz. Esmira xanım da maşallah bütün yeməklərin dadını bilən adam.